Başladıq. Ay kızım, dur evləri təmizlə. Sən ara kitab oxumaq öyrən. Mən sənə dedim ki, təhsil ala bilməyəcəksən. Ağla. Ay kızım, tamam sözlərini eşitmirsən, dur evləri sil. Sonra da süpür. Özün də ki, o kitabların hamısını tulla. Sən nə olmazsan təhsil almayacaqsan. Niyə axı, niyə? Mən bu şey düşə bilmirəm. Siz niyə icazə vermirsiniz? Axı, mən də digər uşaqlar kimi təhsil alır. Ay balam, bu nə səsliydi? Səsi qonşulara dağılır. Ay qızım, sən dur evdəki əşyaları sil. Sənin işin ancaq ev işi görməkdir. Nənə, mənim də təhsil alma oğlum var və siz icazə vermirsiniz ki, mən də o yaşayım. Ay balam, qız ara, oxumaq ara. Sənin yaşlarında mən də oxumamışdım. 8 qızım, 8 oğlum var. 15-də nəvəm var. Nə olub ki mənə? Nənə, mən niyə bilirəm sən təhsil almamısansa? Amma mən təhsil almaq istəyirəm. Ata-anamın evdədir. Evdə. Nə olur? Nə lazımdır? Siz uşağın hüquqlarına qarşı gəldiyiniz üçün sizə həbsxanaya aparmalıyıq. Uşağı da təhsil almağa götürməliyik. Uy başıma gələnlər, qonşular, yetişin, gəlinimlə oğlumu aparırlar. Elə bu qızın gözü çıxsın. Siz uşağın hüquqlarına qarşı gəldiyiniz üçün sizə həbsxanaya aparmalıyıq. Uşağı da təhsil almağa göndərməliyik. Apar. Axır ki, mən də təhsil aldım. Qızlarınızı təhsilə göndərin. Qızlar da təhsil almalıdırlar. Alqışlayırıq.